Hər vaxtınız xeyir olsun. Deməli, belə bir Tiguan yaxınlaşıb yanımıza. 2009-cu ilin 2 motor sadə korobka. Nə avtomobili ətraflı təqdim edeyim sizə. Baxasınız. Salon gördüyünüz kimi səliqəli. Oturacaqların qızdırıcısı, kondisioner işlək vəziyyətdə, 4 şüşə qaldıran, hamısı işləkdir. Yəni işləməyən, belə deyək də, hər hansı bir elektronik cihazı yoxdur. Bagajı bağlıdır, hə? Deməli, kosmetikada gözünüzlə gördüyünüz kimi qənaətbəxşdir. Polirovka olsa tam yaxşı olar. Onu da qeyd edeyim sizə. O da müəyyən bir hissələri. Maşında udar, vuruq, heç bir belə deyək də, zədəsi yoxdur. Akavinləri ətraflı gördüyünüz kimi tərtəmiz. Maşallah Volkswagen-in içində bir də bu Tiguandadır ki, qabağı genişdir, ətraflı görmək olur rahat şəkildə. Amma müəyyən detallarında 2009-un maşında hansısa bir sürtülmə filan belə şeylər olub ki, belə deyək də, boya dəyib detallarına bəzi hissələrinə. Maşının qiyməti də, Tiguanlardan çox satmışım. Bagajda gördüyünüz kimi bax səliqəli. Hə, bir dənə balon çək, dünən ona baxın. Ot yerlərinə filan bax, tərtəmiz. Təmizdir. Detalları təmizdir, udarı yoxdur. Deməli, belə bir şey deyim. Qiyməti, bazar qiymətindən qat-qat aşağı 8900 manat və salon haqqı. Kredit lizing mümkündür. İlk ödəniş təqribi 4500, 5000 manat etməklə 24, 12, 15, 18 aylıq kreditlə əldə edə bilərsiniz. Əlaqə nömrəsi səhifəmizdə qeyd olunub. Gəlib baxıb istənilən servisdə avtomobili aparıb yoxlada bilərsiniz. Ünvanımız Tbilisi prospekti, Həsən Əliyev küçəsi ilə kəsişmədə.